necəsiz dostlar? Bugün çok möhtəşəm bir qışqırtmayla qarşınızdayıq. Mamama və Sevərin rəfiqələrinə möhtəşəm bir qışqırtma edəcəyik. Bəli. Hadi arkadaşlar, video başlayar-başlamaz like eləyib qayd eləməyi unutmayın. Getdik. Sevər az danışdı, nə də bu telefondan? Qızı tapmaq olmur, ancaq telefondadır. Ne olub, məni gördün sən telefon? Ben şeylerdim söndürdüm koydum buraya. Saçım tarafından aşkım. Az telefondan danış. Danış. Ne oldu? Bu ne bileyim. Ben sana evimde girdim. Neden? Eve gidince sen yine sen Ay dede, ne kadar danışırız bu telefonla. Den özüne sevgili tapır. Yaman danışır. Ne oldu baz? Ha? Ne oldu Sever? Ha? Bir de sen yıkılan bir de göster. Ne oldu? Diyor mu Teci? Sen açtın mı Ha, vardı? otur. Hepsi ne değil? Ha. Mama. Kabiri götür. Söyle. Son. Gel, heydi. Ha, bak. Tanrım da sen tanıyacağım. Sen daha aydın bilirsen de ben nece danışıyorum. Az özün denen Sever. Ben denemedim. Bu bir tane danışırım. Sen dinle. Bir 6 ayda vardı danışırım. Bir ayrılmıştık bundan. Onlarda bir yazda ayrı kaldık. Təzə barışmışıq. Ailəsi ama ben istəmirdim. İndi mən də 4 kere barışdım. Ben istəmirdim. Çünki mən səni sevirəm. Hələ. Biraz uzundur da məndən. Deyir ki, mən səni istəyirəm deyir. Deyir, sən qaçırtmaq istəyirəm. Deyirəm, bəs ailə... Gelmişim buralara. Yox, o məni qaçırtmaq istəyir. Bizə gəlmək istəmir. Deyir, qaçırdı sən. Deyir, indi bu dəqiqə sən qaçırdı. Ailəm deyir, biləcəyiz də. Sən deyir, rayona qaçırmaq istəyirəm. Onu bilməm axı. Tanıdığım elə bir yerdə yoxdur mən qaçırdım. Bir daha para sen orada burada. Koyar kaçar. Doğru. Vallahi. Mən deyir ki, şeydir. Tanıdığım bir ev varsa ora gedək. Mən bu evə gedə bilmərəm də. Bir mənim tanıdığım yer var. Ora gedək. Amma istəmirəm onu. Onun getdiyi, öz apardığı evə getdilər. Birdən başıma... Lan niyə eləyirsən? Bibi. Sana bir şey diyeyim. Sen belki dedi bizim evimiz var Berda'da zaten. Ne çok oraya kaçırsın beni. Bu. Gül beni kana sorabilirsin mi? Hiç de olmaz ki. Yok Bibi. Ben rayona gitmiş olsam he. Yok hiç sevmeyecek ki sadece orada bir hafta daha. Hayatı boyu. Bir hafta birinin 7 ay kalacak. Bir hafta sen neden kaçırdın ki bir hafta kalırsan orada? Ondan sonra ailesi bilerde kabul ediyor. Az bu ne demesi? Deyir bir 7 ay qalaq. O sizin evdə. Ha, yok sende. Ay ben ne diyeyim? Deyir oğlan da gedib işləyib eləyəcək. O 7 ay qalsın Bərdədə bizdə evdə. Hayatı boyu. Peki ben şeyde rayonda bina arkasında bir takal var. Orada olasın. Telefon al dedim. Sağ ol kızım. Özüm orada olsam gene he. İndi bu nə tərəfəsin? Camal qaçmaq istəyir. Hocam ne bileyim bazı anasını görsün ben seyretmesin. Anam koymaz. He. Da anam koymazsa ben kimem ki? Ben ona cevap verəm. Evlənmək istəyir Camal. Biz evlenmek Her şey ben almıyorum ama bunu evlensin de lan. Yarın kabağı direkt de. çıkmak istiyorum. Sana değil. Qaçmaq Sen ne istəyir. istiyorsan yani sen de kaçırsan da vaxtını yani. Sence kaçmalı. Məncə qaç. Kaç ki? Hara qaçsın? Bizim evin açarını ver, getsin bir 7 ay. Bizim evim. He. Ben özüm orada olsam he. Yox, Bərdədə evin açarını ver, orada. Abi veririm. Ora Ora nasıl verer mi abi? He, ne veririm? Şahsın sadece veremem. Ben veremem. Anamın adına diye bağışa bilmem, özüm veremem.
Mənim anam yaxşı adamdır, özün də bilirsən. Bilirəm. Mən özüm Sən buradayım. mənim anamı tanıyırsan. Ha, tanıyıram, hə. Hə. Amma mən buradayım. Mən orada olmasam sən cəmaatda şaqala basar. Abi bu bizim Nə biləcəklər? Nə tələb biləcəklər? Sonra çıxmayacaq. Bazara girib getməyəcək. Eləməyəcəm. Mən Yox, o gədə getsin işləsin. Bu da evi keçsin. Evi keçirsən bunların adına. Onda nə tərəfdə gözəl işlər var. elə Ya da onları sən görürəm. neynəm ama mən sənə söz deyim. Sən Hə. evi qoy satdığa. Hə, bu ay niyə? Qalım çöllərdə. Alsın da bu. Mən eləyəmərəm. Niyə? Anası var, bütün anasına məsləhət elədi. Ya, əfsanə qohumundur. Niyə girib əfsanəyə məsləhət eləmişsən? Əfsanə gibin anasının evi var. Doğrudan. Hə, əfsanə evin birisi say, gitsin otursun anası Bunları gibi. yığaq, sadıq biçimcə verdilər. Yığaq da. Əfsanəyə məsləhət elə, qohumundur. Doğrudan. Mama. Sən evin açarını ver, bir getsin cəmaat bir 7 ay. 7 ay. Olsa, ay 40. Ay 40 baş. Ay Sədət, gözdə də bibi istəmir Sən bunlara burada gedə. bölgəli eləmə. Xalqın yiyəsi var. Mən burada Düz kimə danışıram. Niyə 7 ay getsin cəmaat qalsın evdə sonra sat evi onlara? Evi var şey mən çıxartam satdığa sənin evini. Niyə ay Sədət? Sən Mama. gözdə yığaq. Bəyərtan niyə yığmırsan mən gələndən yığırsan? Gözdə də birini yığaq. Özbəkistan yürü valla nömrəsini axtarır. Melis qoşulur. Sədət da məsləhət eləyim də görüm nə deyəcək mənə. Yox mən demirdim, sizə gedim. Sədət dedi ki, mama gün ev var da, sən də düzənləri danışmışdın daha doğrusu mənə. Dedim elə başqasının evinə getməkdən də sizin evə. Oy mənim evim var özüm mən. Bunun olma. Nömrəsini alım qızım. Caman qızam. Mən özümə baxmıram. Özümə baxsam səndən qəşəng olaram. Gözdə Sabrina. Allah öyle. Allah'ın işine bak al Gözdə sen. Sabrina'ya bir xət düşürək. Yoxsa adətli mabede. Əfsanə yığaq. Ha yox. Hazırım gülməyəm inansız da ağlıyor. Ver ama, on dişdən eləmə. Allah ayıb da Sabri. Ha düz deyil, ayıbdır. Nə yığaq nömrədən? Sədə bax sənə inanıram. Mazarafat bir yana açar ver. Sən də şu tanışma. Yığıram da Əfsanə. Mən sənin evini satıram Ama bu əvvəlcə. qohumların əlinə olsun. Bizim əlimizdən iyi olur. Gedər başına bir iş gəlir, deyirlər bunlar ediyor. Niyə qaçmasın cəmaat? Ərə Qaçsın, getməsin. hərə getsin, bizdən uzaq. Allah Sən xoş. məsləhət görsən qaçmaqla. Hadi koşul kaç ama şey Əfsanə gildə get qal. Əfsanə də təkdir. Əfsanəni yığma, başqa adamı yığ. Turanəni yığ. Turanəyə də altdan açarlar. Da yaxşı, ey, belə gəsən. Sən gəl Mama. mənim yanıma. Evin açarını mən verəcəm, sevərəm. Sən kimsən al mən hasarımı sevərə verəcəm. Var səndə onun açın. Hə, Var sevərəm. olsun. Mən icazə verməsəm zayağı verə bilər o. Yolu Hə. eləyərəm onu. İncimə. İncimə kokular. Aşkım necəsən? Bana necəsən? Aa söndürdüm. Niyə? Nəsə adres. Sevər, dadına bir dənə yetən mənəmə görsən. Bir dənə yesin. Dadına yetən mənəmə. Ay sağ ol. Uyum orada. Ayağım nətər ağrıyor. Hələ yi. Turana bir dənə qırağa çəkib çıxa bilərsən, bana sənə təcrid söz danışmalıyam. Xahiş edirəm. Hə, səs gəlir oradan. Qulaq as sənə deyirəm. Turana. Mən indi mənim istədiyim olan var. İndi mən biz onunla qaçmaq istəyirik. Hara qaçmaq istəyirsən? Qaçmaq istəyirik, amma sizə gəlmək istəyirəm. Gələ bilərəm. Ev yoxdur, 7 ay zad qalmağa. Qalmağa. Oğul qoşub qaçırsan? Hə. Gəlirsən? Nə bilim deyir sənə baxaram da. Deyir ki, sizə gəlsəm olar, nə olar? Xahiş edirəm. Oğlana da baxmalı. Bax, mən evdə deyirəm ki, sən haradasan? Mən başqa yerdəyəm bu dəqiqə. Oğlana da Haradasan başqa yerdə? Hə? Haradasan ki, başqa yerdə? Evdəyik də indi. Tutu gedəsən? Tutub bilmir, yox, hələ deməmişəm ona. Kimə demirsən bəs? Sənə. Aşkım, bu dəqiqə mən qaçmışam, çöldəyim. Sən mənə dediyin sözə bax. Dostu gildəyəm də aşkım, oğlan dostu gildəyəm. Həm oğlana mənə baxacaqsan. Aşkım, deyir baxaram da, deyir baxaram. Nəyə baxacaqsan? Həm ona baxacaqsan, həm mənə. Sevərdi. Hə, sevərdi. Ay, sevər. Hə. O qatda yollarsan. Baba, sizin pis günlərinizdə mən həmişə sizin yanınızda olmuşam, danışma. Bax, bu dəqiqə mən ciddiyəm, qaçmışam. Siz, yəni, mənə bir yol göstərməkdəsiniz. Mən gələcəm, Turanaya da açam göndərə bilərəm, sizə gedim onlara. Tamam, gəl Turanaya bir də. Turanaya düşünürsən, baxa bilərsən bizə. Mən bilmirəm necə qalacam, bu dəqiqə əsəbdən əllərimə seyir. Aşkım, indi biz çox pis vəziyyətdəyik də.
Tamam olsun ben qəbul edirəm. Mən də sənə oğlan qoymayacağam içərisən. Gəlsən hə. Oğlan qoymayacağam aşkım. Neçə ay baxa bilərsən də mənə xahiş edirəm onu denə. Bizə. Bizim yanımızda növbət gəl bizi gəl bura. Qaraçayda izləyirəm olsun dəvətə gəl. Sizin yanınıza gələ bilmirik də oğlan biraz qısqan. Nə? Oğlan biraz qısqancı. Oğlan qoyardı gəl onda. Ay nəyəm ki burada məni qoyacaqlar. Sus da bir dəqiqə. Hamı sənin puxlarındır. Allah haqqı. Mən baxa bilməyəcəksən niyə qaçırdın? Mən beslendim. Sus dedim. Danışmıram səndən məxşəm. Ay cana. Hadi sus kimi. Ay ben bunun dostu gildəyəm. Apar ki biz qorxuruq. İndi mən də sizə gəlməliyik. Biz də sizə gəlməliyik. Məndən tək qalsam okey sən qoyarım gəlmə. Mən də sən qoymayacağam oğlan. Gəl. Ufurun Oğlan qoymayacağım. onda cavab. Ərindir. Yəni ərimdir də yəni. Gəl bura. Yəni pulum da yoxdur cibimdə. Mən harda evdə tuta bilmirəm. TikTokda necə uçuracağam, necə qazanacağıq. Oğlan evi yoxdur bə. Ailəsi qəbul eləməyəcək bizi deyirəm. Ay Allah, haqqı ver. Gəl gəl bura. Gəl bura. Nəyə? Ağlıysan, biz ablam gəl bura. Mən dedim ona. Telefon adı verdi. Mən sana dedim de kabul edemez. Gəl ağlıysan sən. Dost böyle adı verir. Bizim yanımızdadır. Bu dəqiqə mənim səndən başqa, özün də bilirsən ki, mən səndən başqa heç kimim yoxdur. Bu dəqiqə mən elə bir durumdayam ki, yəni elə bir qələt eləmişəm ki, həyatımda ilk bir qələt elədim. Çox peşmanam da yəni elədiyim. Yəni bilmirəm, bəlkə də oğlan məni qəbul eləməyəcək, bəlkə də məni atacaq. Alo, Aşkım necəsən? alo, Alo, necəsən Əfsanə? yaxşıyam. Hardasan? Kimdir ki? Sevər. Evdə. Asan yanıma gələ bilərəm. Nədir? Yanıma gələ bilərəm sənin. Nə olub ki? Aşkım, deməli mən istədiyim bir də oğlan var idi. Biz ondan qaçdıq. Hə, İndi mən də çöldəyəm. Yəni dostu gildəyik onların. Onlar da bizi indi saxlamır da. Deyirlər qorxuruq nə bilim nə. Sizə gəlsək olar. Səbəb mən də qorxuram, incimə yəni belə şeylərdən. Aşkım, Yəni həqiqətən qorxuram belə şeydən də mən yatıram. Özüm də həyəcanlanırsan. aşkım mənim yaşım az deyil də. Bizim yaşımız uyğundur. Valla mən belə şeylərdən Amma qorxuram, bir də ki- yanlış anlama məni. Ağır görürsən ay qız. Ya bilmirəm mənə baxacaq, baxmayacaq. Nə edəcəm bilmirəm. Az yalanla danışma. O qız nə həyəcanlandım. Əfuş, Hə. mən nə edəcəm, çöldə qalacağam. Ay qız sən özməcələnirsən. Ay Əfsanə, sən dəlisən, mən yaxım. Mən səndən zarafadım olub, Əfsanə, sən canım, dən danışdan. Yoxsa ki belə gündə mən belə şey ilk dəfə belə şeylərlə rastlaşıram da mən gəlib. Mənim də həyatımda ilk dəfə deyəm, mən bu dəqiqə. Bir sən necə, mən ona dedim ki, biz evlənək də. O da deyir ki, sənin boyun balacadır, yəni evlənməyək də, deyir, qaçırmaq istəyirəm səni. Mən də dedim ki, mən bir dəfə çox sevirdim onu. O dedi ki, mən səni alacağam da, dedi, sən qaçırdacam, sözümün üstünə duracam. Hə. Nə bilim çox yanlış bir şey eləmisən, onu eləmisənsə. İndi başa düşdüm yaşım o idi keçib, amma nə olsun mənim də yaşım keçib. Adamın yaşı keçəndə baxma da indi sabah nə bilirsən nə olacaq da. Mən heç nə deyə bilmərəm səni sevər. Allah hamd olsun. İndi onun da anası qəbul eləmir biz barışdığını. Niyə ki? Mən geotikdə oçaram ona görə. Özü nədir bəs? Bilmirəm özdə. Özüm bilirəm, yəni həqiqətən heç nə deyə bilmərəm sənə. Bir də nəsə deyərəm yanlış bir şey. Barışdı. Sən də qınamıram. Amma biz çöldə qalacağıq da, yəni Əfsanə deyim biraz. Dünənlər dostugildə qaldıq. Onlar da bugün bizi qəbul eləmir deyəsən. Xasiyyətləri bitər deyib. Mən də öyrəşməmişəm belə durumlara uçuşda. İndi karaoke'dayıq. Xəbərim var. Karaoke'da oturmuşuq biz onlar. Sana sağ ol aşkım. Tamam. Sağ ol. Oy, mən and olsun Allah.
Sən öl eləmişəm də yəni. Ki, həqiqətən bu mənə bir dənə dərs oldu. Də yəni eləmişəm də Allah haqqı. Quran anısın demişəm ki, güzə gəldin də yəni. Demək hər insan eyni deyilmiş. Mən şokdayım. Mən sən yığsam, mən şəxsən sən mənə nəsə deyərdim. Nəsə bir yer mən üçün ayardım. Allah, sən mən belə gülmürdüm. Həqiqət sən çox yanlış elədin də yəni. Belə olmamalıydı. Kızlar, gəldik videomuzun sonuna. Əgər sizin videolarımız sizin xoşunuza gəlirsə, like eləyin, abunə olmağı unutmayın. İnşallah ilerleyen zamanlarda çok qəşəng videolarımız gələcək. Qışqırtmalar, nə bilim, çox qəşəng iddialar var ağlımda. Yəni görsəm ki, siz abunə olursunuz, izləyirsinizsə, yorum yazırsınızsa, mən də həvəslənəcəm və maraqlı videolar çıxardacağam ortaya. Kızlar, elə bir baxışa uyğun like eləyin ki, biz də daha da həvəslə, daha da maraqlı sizlərə videolar təqdim edək. Sizi çox sevirik, öpürük sizləri. Kanalımıza abunə olub, bildirimləri açıb, like eləməyi, yorum yazmağı unutmayın. Öpürük sizləri. Hələlik.